Salam aleykum, kanalıma ve videoma hoş gəlmisiniz. Kanalıma abunə olub like atmayı unutmayın. Gəl. Ay dədə. Bir daha salam aleykum. İnəklər indi gəldilər. Saat gecə 11-dir. Sözün düzü gəlmədilər. Gətirdik sahədən. Ağacının altında yatmışdılar. Yağış yağmayına baxmayaraq evə gəlmirdilər. Yiyiblər doyunca. Düələri bayaqlar tapıb gətirdim. İnəklərin nə qədər gəzdim sahəni tapa bilmədim. İndi saat 11-də getdik. Artıq gördük özləri gəlmədilər. Biz də getdik. Dallarıyla gətirdik. Düələr evdə idi. Paşanı tək qoymadılar evdə. Bunlara su verin, suslayıblar. Yağış yağmayına baxmayaraq hər yan sudur deyə bəlkə bunlar içiblər, ancaq limon içməyəcək, onu bilirəm, çünki təzə sahəyə gedir. Bunlar yenə başladılar. Nəysə, bir dənə su verin bunlara, sonra yemləri hazırdır içəridə, onları verin. İndi isə bunların yemlərini verim. Ayaqları hazırladım. Deyim, gələn kimi yesinlər. Limon, gəlin. A, B, C, D, F, G. Nə vitaminlər var? Paşa bunu imkan verəcək yeməyə. Gəl. Ye.
Toyota yeyir. Hindədirlər. Biz əslində inəklərə yem vermirdik. Bir həftədə artıq yem veririk. Bütün düələrdən tutmuş paşaya kimi, limona kimi inəklərə, düələrə axşamçaqlar veririk. Paşaya səhər-axşam veririk, evdə olduğuna görə. Limona da ki, səhər-axşam veririk. Çünki sahəyə gedir, hələ təzə-təzədir deyə. Sərçalar da verir ki, sahədə enerjisi olsun. Quru ot da həmçinin veririk. Sahədə yeməklərinə baxmayaraq. Çünki qoy iştahları güclü olsun, vitaminləri güclü olsun. Bax, yemlərin yedilər. Hamı yedi, qəşə-qəşə yedilər. Bu yanları təmizləyib yığaram ora. Çünki arabayı səhər yığaram. İndi yığmaya ehtiyac yoxdur. Hansı öskür? Qarı iynə öskürürdü. Bunlara ağciyər dərmanı vurmaya lazımdır. Qaraciyər. Onu da 1-2 günə həll edər. Dabaq xəstəliyi də yayılıb dəhşətli dərəcədə. Kətdə də çox malda var. Allah özü uzaq eləsin. Kimin malını tutub da Allah şəfa versin. Pis bir şeydir, çox dəhşət pis bir şeydir ya. Allah heç bir fermerin göstərməsin. Heç bir tövləyə, heç bir fermaya, heç bir çiftliyə falan göstərməsin. Bunların peyvətləri vurulub, amma ki yenə də tutur da. Gərək dezinfeksiya edəsən hər gün. Tutmasın deyə. Ona da baxmır, tutanda tutur. Dabağın da mən bilmirdim, öyrəndim onu. Çox növü var imiş. Bizdə tutanda, videoda var, kanaldakı videolarda var. O tutanda, o necə deyərlər, yüngülü imiş. Ondan da ağırları var, ölümcülləri var imiş. Mən elə bildim, bir dəfə tutur, elə bir şey tutur, amma ondan da dəhşətliləri var imiş. Türkiyədə tutanda Allah uzaq eləsin öldürürdü. İndi kətdə də var, çox heyvanda tutur. Pis bir şeydir, həqiqətən çox pis bir şeydir. Allah göstərməsin heç bir fermaya, heç bir kəsim malına, qarasına göstərməsin. İndi bu yanları təmizləyim. Artıq gecdir. Saat elə bir 12 işləyir. 15 dəqiqə. Saat 11-də elə bir gəldilər. Fermaya, çiftliyə gəldilər bunlar. Saat 6-7-nin yarısında sahəyə gedəcəklər. Və indi bu yanları təmizləyək.
Gördüyünüz kimi atlarını təmizlədim. Yığdım ora. Atlarına ot tökdüm. Çünki atları yaş idi. Havalar da soğuyur. Ona görə soğuk olmasın. İndi deyə bilərsiniz ki, niyə arxalarına ot töksən? Çünki oturanda onlar istər-istəməz arxada otururlar. Bura gəlib otururlar həmişə ona görə. Ona görə arxalarına tökürük ki, oturanda da otun üstündə otururlar. Belə. Qoy otların yesinlər. Səhərə kimi ot biraz qalacaq. Paşa da bir yerdə qalmır. Paşanın əslində ciyəsi dəyişilməlidir. Təzə ciyəsi da buradadır. Bunu bağlamaya lazımdır. Onu səhər-sağa bağlayarıq. Bayaqları nə qədər elədik qoymadı. Səhər-sağa bir şeylə başını alladarıq, yemlə falan bağlayarıq. Bunu yerə dağıtacaq. Bildim o. Gəl belə. Aslında bu ciyələri qoymuruq. Dağlar başlaya qoymur, deyim yenə biraz qoyur. Belə. Və çiftlikdə işim bitdi. Qoy otların falan yesinlər. İşıqları götürün. Və videonun sonuna gəldik. Like atıb, abunə olmayı unutmayın. Sağ olun, görüşənədək. Kamerada işlədi.